Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün, yəni 18 iyun sertifikasiya imtahanında düşmüş oxşar bir suala uyğun sualın izahına baxırıq. Deməli, elə imtahanda olduğu kimi baxın, bizə iki funksiya verir. Deyir ki, bu funksiyaların xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Deməli, birinci növbədə əvvəlcə biz bu fiqurların özlərinin qrafikini çəkib, yəni hüdudlanmış fiqur hansı hissəni, hansı sahəni əhatə eləyir, onu göstərmiş olsaq, baxın, bu bizim olsun y oxu, bu isə olsun, deməli, x oxu. Bizə lazımdır x kub parabolasının qrafikini çəkək. Bax, koordinat başlanğıcından keçir. 2 kök altı x da təqribi olaraq haradasa, bax, bu formada getsə, daha doğrusu, bax, bu cür getsə, baxın, ştrixlənmiş hissə ki, qeyd edirəm, həmin bu hissə verilən xətlərlə hüdudlanmış fiqurun sahəsidir. Görürük ki, bu koordinat başlanğıcından keçir. Deməli, bunun bir sərhədli sıfırdır. Bəs digər sərhədini mən necə tapacam? Bax, buranı tapmaq lazımdır. Buranı tapmaq üçün də bu iki deməli, düz xəttin kəsişdiyi nöqtələri tapmalıyıq. Ona görə bu funksiyaları bir-birinə bərabər etməliyik. Yazırıq, 2x kub bərabərdir 2 kök altında x-a. 2-lər ixtisar gedir. Hər tərəfi kvadrata yüksəldirəm. Bu olur x üstü 6. Bunu kvadrata yüksəldəndə olur x. Və keçirdirəm bunu sol tərəfi. Olur çıx x bərabərdir 0-a. Siz burada x-i mötərizə xaricinə çıxartsanız, olur x üstü 5 çıx 1 bərabərdir 0-a. Deməli, bunlardan birincisi 0 olur. İkincisi isə 1-ə bərabər olmuş olur. 0-a qeyd etmişik. Deməli, bizə lazım olan hansı sərhəddir? Bax, digər sərhəddə tapdıq ki, deməli, bura 1-ə bərabər olmuş olur. İndi isə gəlin həmin bu sahənin, daha doğrusu həmin bu hüdudlanmış fiqurun sahəsini tapaq. Bunun üçün nədən istifadə edirik biz? İnteqraldan istifadə edirik. Yazırıq integral, deməli 0-dan 1-ə, çünki sərhədlər bunlardır. Hansı funksiyadır? Bax, yuxarıdakı fikir verin, 2 kök altda x-dir. Mən bunu 2, x üstü 2-də 1 kimi yazıram. Yəni, kök altda x kimi yazmadım. Çıxılsın 2, x-in kubu. Burada yazırıq dx. Bərabərdir. Bu 2 olduğu kimi qalır. Baxın, x üstü 2-də 1 inteqraldan çıxardanda olur x üstü 2-də 1 üstəgəl 1. Yəni, 1 tam 2-də 1 eləyir ki, o da 2-də 3-dür. Məxrəci də 2-də 3 olmalıdır. Bu da həmçinin 2, x üstü 4 bölünsün, daha doğrusu bölünsün 4 olmuş olacaq. Və bunun sərhədləri nə olacaq? 0-dan 1-ə. Mötərizəyə alırıq. Sərhədlər olacaq 0-dan 1-ə. Bərabərdir. Baxın, indi bu 2-də 3 tərsinə çevrilib 3-də 2 formasında vurulmalıdır 2-yə. O da eləyir 3-də 4 və x üstündə 2-də 3 olduğu kimi qalır. Bu 2 ilə bu 4 ixtisar gedir. X üstü 4 bölünsün 2 olduğu kimi qalır. İndi biz burada sərhədləri yazsaq, ancaq bir sərhədini yazın. Çünki 0 yazmağın mənası yoxdur. Baxın, burada 0 eləyəcək, burada 0 eləyəcək. Siz yalnızca gətirib 1-i yazsaq, 1 üstü 2-də 3 elə 1 eləyir. Vuranda 3-də 4 olur 3-də 4. Çıxılsın, bu da 2-də 1 olmuş olur. Ortaq məxrəc 6-dır. 3-ə bölsəz 2, 4-ə vursaz 8, 6-nı 2-yə bölsəz 3. Yəni, düzgün cavab əzmənlər 6-da 5 alınmış olur. Testimizin düzgün cavabı olur, daha doğrusu sualımızın düzgün cavabı olur 6-da 5. Bu da dediyim kimi 18 ilin sertifikasiya imtahanı düşmüş suala oxşar olan bir sual tipi. Əgər sizlər də bizim dərslərimizdə iştirak etmək istəyirsinizsə, bax, ekranda gördüyünüz 055 527 25 99 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, hələlik.